Xoşbəxt. Əlbəttə ki, yəni hər kəsin ailəsi, anası, atası bu dünyada bir uşaq dünyaya gətirməklə yükümlüdürlər, bir övlad. Mənim də övladım bəlkə qismət olacaq, mən də evlənsəm mənim də övladım olacaq. Onlara da Allah razı olsun deyiləcək. Allah qismət eləsin, Allah filan peşman, indi deyilən şeylər deyiləcək. Amma yəni onu etiraf eləməmi istəyirsinizsə gəllərə, bunu çox mənətan hər kəs bilir ki, mənim üçün mənim nənəm mənim anamdan belə daha əzizdir. Yəni məni böyüdən, məni saxlayan bir insandan bəhs edirik ki, mən bundan sonra artıq nənəmlə bağlı burada danışmaq istəmirəm ki, sual olsa da cavablandırmaram. Niyə görə? Çünki mən istər-istəməz pis oluram. Və bu məni işimə də çox pis təsir edir. İşə gedəndə də pis oluram, fikirləşirəm. İşimə də təsir edir ki, 2-3 gün əvvəl mən işdən uyarı aldım. Dedilər ki, Zavur bəy, bəs yaxşı deyilsən, fikrin başqa yerdədir, istərsən filan peşman. Mən ona görə şey eləmək istəmirəm. Yəni mənim özümə görə hörmət olan insan buyursun gəlsin, mənim qapım açıqdır, girsin canlıma söhbət eləsin, sual versin, danışsın, heç bir problem yoxdur. Cavab vermək lazım olarsa cavab verərik. Yəni mənim alnım açıq, üzüm ağdır. Mənim alnım qara deyil ki, mən qalıp şey eləyim. Muslu'nun babası kalp krizi geçirmiş. Yəni məni tanıyanlar çox gözəl bilir ki, yaxın tanıyanlar ki, buradakı izləyicilərim də çox gözəl bilir ki, məni hər zaman məni böyüdən, saxlayan, mənə tərbiyə verən mənim nənəm olub. Mən heç kəsdən incikli deyiləm, hər kəsdən də danışıram, hər kəsdən də ünsiyyətim var. Bəlirli bir səviyyə, bəlirli bir sərhəd içərisində. Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Xoşqədəm Hidayət qızının oğlu Zavur sosyal medyada yepyeni foto ve videolar paylaşıp